Bu dəfə bilinçikdən tort hazırladım. Bilinçikin resepti səhifəmdə var. Sadəcə bilinçikin şəkərini biraz daha çox elədim. Soyuq halda İran qaymağı və qatlaşdırılmış bişmiş süd ilə hazırladım kremi. Daha sonra tortumu yığmaq üçün dəmir qəlibdən istifadə elədim. Qəlibi istənilən tort ləvazimatları və ya manatlıq mağazalardan, qab-qacaq satılan mağazalardan əldə edə bilərsiniz. Tortum sürüşməsin deyə qaba biraz krem çəkib bilinçiklərimi yerləşdirdim. Daha sonra bilinçiklərin içərisini kremləyib rulet şəklində bükərək yavaş-yavaş tortumu yığmağa başladım. Mən tortun ara hissəsinə banan və doğradığım şokoladdan istifadə etdim. Siz içliyini zövqə görə də hazırlaya bilərsiniz. Hazırlayacaq hər kəsə öncədən nuş olsun. Çox rahat hazırlanan, pratik və o qədər də ləzzətli, doyumlu bir tortdur.